Bağışlayan və mehriban Allahın adı ilə hər birinizi Allahın ziyafət ayında, mübarək ayda bir daha xoş gördük ki, dedik ki, oruc təkcə yemək və içməkdən çəkinmək deyil, həm də oruc mənəvi bir məsələlərlə bağlı olan bir işdir ki, İnsan bu ayda bacardığı qədər daha doğru və daha dürüst olmalıdır ki, həm yalandan, həm qeybətdən, həm haramdan özünü saxlamalıdır ki, bəs niyə görə Ramazan ayında daha çox təkid olunur ki, doğruluq, dürüstlüyə daha çox önəm verin ki, çünki bu hal insanın imanının güclənməsinə gətirib çıxardan bir amillərdir. Əlavə olaraq, baxın, Ramazanda dürüst olmağın bir neçə yolu vardır ki, onlara da nəzər salaq ki, hansılardır. Hər zaman çalışaq ki, doğru danışaq, yalandan, qeybətdən, hiyləgərlikdən uzaq duraq, əməyində, ticarətdə və yaxud da gündəlik işlərimizdə bacardığımız qədər ədalətli olmalıyıq. İnsanlarla münasibətdə səmimi, vicdanlı davranmalıyıq, mərhəmətli və rəhimli olmalıyıq. Məxsusən ailə məsələlərimizdə, məxsusən cəmiyyətdəki olan mövqeylərimizdə bacardığımız qədər həm ədalətli, həm də mərhəmətli olmalıyıq ki, belə deyək, çünki dinimiz əhdə vəfalığı, sözə sadiqliyi çox önəm verən bir